Bismillahirrahmanirrahim. İxtilaf iki növdür. Birincisi, qəbul edilməsinin iman və rəhmət olduğu ixtilafdır. İxtilaf neçə növdür? İki növ. Birincisi, qəbul edilməsinin iman və rəhmət olduğu ixtilafdır. Bu ixtilaf növü Quranın haqqında bəhs etdiyi, sünnətdə mövcud olan və ümmətin razı olduğu ixtilafdır. Belə ixtilaflar dinin furusunda və əhkamlarda baş verir. İkinci növ isə küfür firqələrə ayrılma, kin və düşmənçilik olan ixtilafdır. Bu qism ixtilafa düşənlər parçalanır, ayrılır, bir-birinə düşmənçilik edir, mallarını və qanlarını halal görürlər. Bu, batil əhlinin dinin əslində, əqidədə düşdükləri ixtilaflardır. Əhl-i sünnətin öz aralarında etdiyi ixtilaflara gəldikdə isə, əhl-i sünnətdən olan isbat əhli, tövhid, peyğəmbərlik, imanın söz, əməl və niyyət olması, Quranın Allah kəlamı olub məxluq olmaması, Allahın istədiyinin olub, istəmədiyinin olmayacağı, Allahın xeyir və şərrin yaradıcısı və təqdir edən olması, Allahın qiyamət günü görüləcəyi, cənnət və cəhənnəmin yaradılmış olub, baqi qalacağı, Allahın ərş üzərində olub, yaratdıqlarından ayrı olması, onun elminin hər şey əhatə etdiyi, kamil sifətləri ilə bilən, danışan, görən, eşidən olduğu və s. üzərində icma etmişdilər. Yenə əhl-i sünnə Əbu Bəkir, Ömər, Osman və Ali radiyallahu anhumun imamətlərini, Əbu Bəkir və Ömərin daha fəzilətli olması, 10 nəfərin şübhəsiz cənnətlik olduğu üzərində icma etmişdilər. Yenə onlar Allah Rəsulü sallallahu aleyhi və səlləmin bütün sahabələrini rəhmətlə yad etmək, zövcələri, övladları və əhl-i beyti üçün məğfirət diləmək, öz aralarında baş verən çəkişmələr haqqında dili qorumaq və araşdırmamaq üzərində icma etmişdilər. Allahın öz rəsulunu göndərməsindən bu günümüzə qədər şərqdə, qərbdə, quruda, dənizdə, düzənliklərdə və dağlarda icma edilən və açıqlanması uzun olacaq o qədər məsələlər vardır ki, xəbər sahibləri onları rəvayət etmiş, elm və hikmət sahibləri də onları təsdiq etmişdilər. Dinin əsli üzərində icma etdikdən sonra onlar firqələrə ayrılmaq, qruplara bölünmək, bir-birinə düşmənlik və kin güdülmək həddinə çatmayan məsələlərdə ixtilaf etmişdilər. Dinin əslində ittifaq etməklə bərabər, dinin furusunda bir-birinə düşmənçilik, kin güdülmək həddinə çatmayan məsələdə də nə ediblər? İxtilaf ediblər. Alimlər və digər müsəlmanlar üçün belə ixtilaflarda asanlıq və rəhmət vardır. Belə ixtilaflara görə onlardan heç biri digərini ayıblamaz, söyməz, düşmənçilik və təkfir etməzlər. And olsun ki, Allah Rəsulü sallallahu aleyhi və səlləmin sahabələri arasında da əhkam ixtilafları olmuşdur. Halbuki onlar əsl öndər, imam və hüccətdirlər. Məsələn, Əbu Bəkir radiyallahu anhu miras məsələsində bir hökm vermişdir. Zeyd bin Sabit radiyallahu anhu bu məsələdə ona müxalifət etmişdir. Ali bin Əbu Talib radiyallahu anhu hər ikisinə müxalifət etmişdir. İbn Məsud radiyallahu anhu isə hər üçünə müxalifət etmişdir. İbn Abbas radiyallahu anhu bəzi miras məsələlərində Allah Rəsulü sallallahu aleyhi və səlləmin bütün sahabələrini müxalifət etmişdir. Eyni ilə iddət, talaq, borc və s. məsələlərdə sahabələr bir-birinə müxalifət etmişdir. Bu cür məsələlərdə müctəhid görüş bildirib xəta edərsə, qınanmaz, əksinə əcr qazanar. Çünki onun xətası onu dindən çıxartmaz. Hədislər də buna işarət etmişdir. Amr bin As radiyallahu anhu rəvayət edir ki, Qalə Nəbi sallallahu aleyhi və səlləm, İzə həkəməl həkim fəctəhədə thumə əsabə fələhu əcran. Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurdu ki, əgər müctəhid, hakim hökm verdikdə
isabət edərsə, ona 2 əcr var. Və in ictəhədə fəəxtəə fələhu əcrun vahidun. Əgər ictihad edib xəta edərsə, ona 1 əcr var. Bu hadisi İmam Buxari və Müslim rəvayət etmişdir. Tabeinlərdən olan fəqihlər və müsəlmanların alimləri də bu şəkildə ixtilaf etmişdir. Uzun olmasın deyə misallar verməyi tərk edirəm. Bilinməlidir ki, onlardan biri Qurandan bir ayəni zahirdə olmayan mənasına yozaraq hüccət gətirmiş, müxalifləri də zahiri mənasını hüccət gətiriblər. Onlardan hər birinin söykəndiyi dəlil özlərinin məşhur etdiyi şəriət və ya özlərinin qoyduğu yol deyil. Bu sadəcə həm özünün, həm də müxalifinin ittifaq etdiyi əsil üzərindəki furu ixtilafdır. Hər ikisi eyni şey üzərində ittifaq ediblər, amma onun furusunda nə ediblər? İxtilaf ediblər. Məsələn, alimlər dəstəmaz alarkən Quran-ı Kərimdə qeyd edilən üzvləri yumağın fərz olmasında ittifaq ediblər. Hansı ki, Allah Əzə və Cəllə dəstəmaz alarkən Quran-ı Kərimdə 4 əzanın yuyulmasını əmr edir. Üzünüzü, əllərinizi dirsəklərlə bərabər başınıza məs çəkin və ayaqlarınızı yuyun. Bu 4 üzvü də Quran-ı Kərim əmr edib və alimlər də bunun üzərində ittifaq ediblər. İxtilaf isə mədmədə və istinşaqdadır. Yəni ağza və buruna su alıb alınmamasındadır. Bəziləri buna fərz, bəziləri isə sünnət deyiblər. Allah Əzzə və Cəllə, qardaşlar, öz kitabında 2 peyğəmbərin ixtilaf etdiyindən xəbər verir. Nəinki müsəlmanların, nəinki alimlərin, nəinki sahabələrin, peyğəmbərlərin belə ixtilafından xəbər verir. Və sonra isabət edəni tərifləyir, xəta edəni isə üzürlü görür. Sonra isə ikisini də tərifləmişdir. Allah Əzə və Cəllə buyurur ki, وَدَاوُدَ وَسُلَيْمَانَ إِذْ يَحْكُمَانِ فِي الْحَرْثِ إِذْ نَفَشَتْ فِيهِ غَنَمُ الْقَوْمِ وَكُنَّ لِحُكْمِهِمْ شَاهِدِينَ. Davudu və Süleymanı da yada sal. Bir zaman onlar özgə adamların qoyunlarının girib zay elədiyi bir əkin sahəsi barəsində hökm vermişdilər. Bir tarlaya, üzüm tarlasına qoyunlar girir və həmin tarlanı zay edirlər. Davud və Süleyman həmin kəslər haqqında hökm verir. Və Allah Əzzə və Cəllə buyurur ki, biz onların hökmünə şahid idik. فَفَحَّمْنَهَا سُلَيْمَانَ وَكُلًّا آتَيْنَا حُكْمًا وَعِلْمًا. Biz o hökmü Süleymana anlattıq. Hər ikisinə hökmranlıq və elm bəxş etdik. Biz hökmü Süleymana fəhm etdirdik. Süleyman əleyhissalam doğru hökm verdi. Və buyurur ki, hər ikisinə hökmranlıq və elm bəxş etdik. Ənbiya surəsi 78-79-cu ayələrdə. Amr əl-Əhvali Həsən el-Basrə rəvayət edir ki, Həsən el-Basri rahiməhullah buyurur ki, Vallahi, ləulə mə zəkərəllahu əzzə və cəllə min həzəyn rəculəyn, lərəaytu ənəl qədətə qəd hələku. Vallahi, əgər Allah bu 2 kişini zikr etməsəydi, Quran-ı Kərimdə bu 2 kişini zikr etməsəydi, yəni Davud və Süleyman peyğəmbəri zikr etməsəydi, bütün hakimlərin, bütün hökm verənlərin, bütün qazilərin həlak olduğunu görərdim. فَإِنَّهُ أَثْنَ عَلَى هَذَا بِعِلْمِهِ وَعَزَرَ هَذَا بِاِجْتِهَادِهِ. Allah Əzzə və Cəllə onlardan birini elminə görə təriflədi, digərini isə ictihadına görə üzürlü gördü. Yəni, dinin əslində ittifaq etməklə yanaşı, dinin təfərrüatında ixtilaf etmək əslində ümmət üçün bir rəhmətdir, bir genişlikdir. Bu da dinin əslində ittifaq edən, dinin əslində zərrə qədər ixtilafa mahal verməyən əhl-i sünnəti ayıblayan, onları ixtilaf etməkdə günahlandıran zındıqlara, bəlamlara bir cavabdır ki, hansı ki, nəinki alimlər, peyğəmbərlər belə əhkamlarda ixtilaf etmişdilər. Və Allah Əzzə və Cəllə onları nəinki qınamış, hətta
birini tərifləmiş, hər ikisinə elm və hikmət, hökmranlıq verdiyini bəyan etmiş və digərini də üzürlü görmüşdür.